biz elə bilirik ki, iki şeyin arasındayıq. Əslində iki şeyin arasında deyilik. İki şey budur ki, ya dünyanı seçməliyəm, ya axirəti Allah. Vallah belə deyilik. Ya dünyanı seçməlisən, ya da dünya və Allahı seçməlisən. Görün nə qədər ciddi məsələdir. İki dənə şey bir-birinə zidd deyil. Biri təkcə dünyadır, biri isə həm dünya, həm Allahdır. Allahu Əkbər. Allah bu qəflətdən qurtarsınız. İndi sən əziz dindar mənə sual verə bilərsən ki, axı mən bir dənə dünya görürəm, bir dənə də dini məsələlər görürəm axı. Məndə heç də siz deyən kimi deyil. Elə mən də bu xutbələri bunun üçün oxuyuram ki, bizim ürəyimiz qəflətdən oyanmır. Biz dindən ləzzət almağa çalışmırıq. Mən deyirəm ki, Allah və dünya olanda, Allahı tapanda Allah və dünya olur. Axı sən yəqin Allahı tapmamısan da. Sən sadəcə dünyanın müəyyən günahlarından çəkilmisən, bir də Allah tərəfdə də müəyyən bir ritualları yerinə yetirsən. Amma mənim dediyim budur ki, Allahı tapasan. Allahı tapsan, həm Allah var, həm dünyam var. İndi maraqlı məsələ nədir? Bu sekulyar, bu dünyəviçi dünyadadır ki, Allah onun üçün yoxdur. İbadətlər də yox. Bu dindar da dünyanın bəzi şeylərindən çəkilib, haramlarından. Dinində bəzi şeylərini yerinə yetirir. Vacibləri yerinə yetirir. Çox maraqlı. Ona görə də mən dediyim o nəticə var ha ki, həm Allah, həm dünya olacaq. O təbii ki, onun əlində deyil. Niyə? Çünki Allahı tapmır axı.